Herkese salam. Bugün sizinle pambıq kimi yumuşaq soba pirajkisi resepti paylaşıram. Bu ölçülərlə mən 33 ədəd pirajki əldə etdim. Nəzərinizə çatdırım ki, stəkan ölçüsü 200 ml-dir. Əvvəlcə içliyi hazırlayaq. 1 kiloqram kartofu qaynadıb püre halına salırıq. Üzərinə xırda doğradığımız cəfərini, duz, istiot və sarkük əlavə edib yaxşıca qarışdırırıq. İçliyimizi kənara qoyub xəmirə keçirik. Xəmir üçün qaba 2 stəkan əli yandırmayacaq istilikdə su, 1 xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, yarım stəkan duru yağ və 1 paket instant maya əlavə edirik. Ardınca 5 stəkan unu əlavə edib yoğurmağa başlayırıq. Daha sonra qalan unu az-az əlavə edərək yumuşaq, ələ yapışmayan bir xəmir əldə edirik. Hazır xəmiri bərabər hissələrə bölüb gündələyirik. Hər gündəni nəlbəki bölüyündə açırıq. İçinə kartoflu içlikdən qoyub pirajki formasında bükürük. Pirajkiləri yağlı kağız sərdiyimiz sobanın üstünə düzürük. Üzərini örtüb 15 dəqiqə mayalanmağa qoyuruq. Xəmir mayalandıqdan sonra 2 yumurta sarısı, 1 xörək qaşığı süd və yarım çay qaşığı duru yağı qarışdırıb pirajkilərin üzərinə çəkirik. İstəsəniz sadəcə suda çəkə bilərsiniz. Əvvəlcədən 180 dərəcədə qızdırılmış sobada üzəri gözəl qızıl rəng alana qədər bişiririk. Nəticədə yumuşaq, dadlı və uzun müddət təravətini qoruyan kartoflu pirajkilərimiz hazırdır. Hazırlayacaq olan hər kəsə əvvəlcədən nuş olsun. Videonu bəyəndinizsə dəstək olmağı unutmayın. Növbəti reseptlərdə görüşənədək.